لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Uca Allah buyurur, parmaqlarını qulaqlarına tıxadılar. Bəzi insanlar da parmaqlarını qulaqlarına mənəvi mənada tıxayırlar. Onlar Quranı eşitdikdə ona təslim olmur və onunla sevinmirlər. Onlara görə haqq yalnız öz nəfslərinə, istəklərinə uyğun gələn şeylərdir. Nəfslərinə uyğun gəlməyən bir ayə eşitdikdə isə ondan üz döndərirlər. Sanki barmaqlarını qulaqlarına tıxayırlar. Hətta qatı, ifratçı sufilərdən biri ona tövhid haqqında bir ayə oxunduqda belə demişdi. Bu Vəhhabi ayəsidir. Bu Vəhhabi ayəsidir. قال هذه آية وهابية. هذه آية وهابية. Uca Allahın kəlamı qarşısında durub düşünmədi, eşitmədi, qulaq asmadı, hidayət tapmadı və haqqa dönmədi. Bu, insana üz verə biləcək ən böyük şərlərdən biridir. Allahın qulları içərisində müvəffəq olan kəs, Allahın hidayət qarşısında durmağa, tabi olmağa müvəffəq etdiyi kəsdir. Ayələrlə sevinən, hədislərlə fərəhlənən kəsdir. Əksinə, əsil və sadiq mömin odur ki, bir nəsihətçi gəlib ona nəsihət etdikdə, qardaşının nəsihətinə görə çox böyük sevinc duyar. Hətta bir şəxs gəlib onun bir səhvini, münkərini tənqid etdikdə və bunun həqiqətən xəta olduğu ona bəlli olduqda, o buna sevinər. Çünki bu, onu hidayətə, doğru yola yönəldir.